Təəssüf olsun ki, bizim indiyə qədərki ali məktəb baxışımız, orta məktəb etiraf edeyim ki, bu prosesi artıq çıxmaqdadır. Daha çox nəzəriyyə yüklüdür. Ali məktəb proqramlarımız da buna birbaşa olaraq belə sövq eləmiş olur. Amma orta məktəb təfəkkür məktəbinə keçid aldı. O baxımdan müəllimin bu gün məktəbdə dərs deməsi üçün onun üçün səriştələr, müxtəlif bacarıqlar, yaradıcı yanaşmalar lazımdır. Yalnız elmin dərinliklərini bilməsinə ehtiyac duyulmur. Çünki o müəllim olur. Müəllim isə İstənilən halda, istənilən mövzu, istənilən fənnin ibtidaisini qoyur. Onun təməl prinsiplərini öyrətmiş olur. Ona görə, məsələn, bir orta məktəb müəllimi üçün ali riyaziyyata ehtiyac yoxdur, mənə görə. Bir orta məktəb müəllimi üçün əruz vəznin incəliklərini dərindən bilməsi üçün ehtiyac yoxdur. Və digər fənlərdə də həmçinin. O baxımdan biz əgər bir ixtisası bütöv 2-3 fən bir yerdə tədris eləyə bilsək və yaxud da ayrı-ayrı tədris eləməsi dərinləməsi deməkdir. Hər ikisi vacib məsələlərdən biridir.